Bir şərqli filosofun dilindən eşitdiyim bu sözlər məni yenidən özümə dönməyə və ətrafıma, təbiətə baxmağa, özümlə təbiətin arasındakı harmoniyanı dərk etməyə vadar etdi. Yaşadığım hissləri sözlə ifadə edə bilməyəcəyim bir təsir buraxdı. O belə deyirdi: bu təbiətdə heç bir şey özü üçün yaşamaz. Bulaqlar öz suyunu içə bilməz. Ağaclar öz meyvəsini yeməz. Güneş özü üçün isitməz. Ay özü üçün şəfəq saçmaz. Çiçək özü üçün ətir saçmaz. Torpaq özü üçün bəsləməz. Buludlar öz yağmurundan islanmaz. Təbiətin ali qanununda ilk maddə budur: hər şey biri-biri üçün yaşar. Bir-biri üçün yaşamaq təbiətin ali qanunudur. Qədim dövrlərdən bu günlərə gələn bir anlayışdır bu. Bütünlüğü anladan, özü iki cümlə ilə ifadə edən bir anlayışdır. Biz olduğumuz zaman mən oluram. Mən olduğum üçün sensən. Biz bir bütün biz olmak için ilk növbədə mən olmalıyıq. Mən olmaq üçün isə insan özünü anlamalı, özünü dərk etməlidir, özünü tanımalıdır. Mən olmalıyam ki biz olsun. Mən özümü dərk etməliyəm ki bizi dərk edin. Hər bir insan özünü tanımalıdır. Özünü dərk edən, məni dərk edən insan bizi dərk edir.